Dövlət qulluqçularının maaşlarının bu şəkildə artırılması məncə yaxşı addımdır. Digər işlərin maaşları da belə artsa məncə yaxşı olar. Yəqin ki, dövlət elə münasib görürsə, yəqin ki, düzgün bir addımdır. Əgər bu model başqa bir sahələrdə tətbiq olsa, daha yaxşı olar. Yaxşı bir addımdır. Məncə insanlara özlərinə seçim verməlidirlər ki, seçsinlər, necə istəyirlər, elə təqdim eləməlidirlər. İrəli addımdır da nəsə. Necə deyim valla, pis olmaz da mən. Pis olmaz da amma düzəlsin. Məncə düz fikirdir. Onlar maaşları da dəyərincə yüksəkdir. Olur da yəni indi belə qərara üstəlik büdcə problemləri var, onu bilirik. Qarabağda böyük tikintilər gedir. Ümumiyyətlə problemlər çoxdur. Məncə belə bir qərara gəlibsə cənab prezident, yəni bu və yaxud Nazirlər Kabineti bu düzgün olan fikirdir. Aman hər halda hamıya verəcək yaxşıdır da bəfən. Çox yaxşı düşünürəm. Allah dövlətimizə qüvvət versin, güc versin, prezidentimizə can sağlığı versin, ailəsinə can sağlığı versin. Bax, mən o fikirlə biraz razı deyiləm, dövlət qulluqçusundan o maaş alınıb verilib. Amma yaxşı olardı ki, əgər o ləğv olunubsa, o şəhid ailələrinə, az əminatlı ailələrə ödənilsin. Bax, bu bizim üçün çox yaxşı olardı.